Əgər İslamda əl kəsmək cəzası varsa, bu cəza həmin adama verilir yoxsa oğurluq edən ailəsinə? Əli kəsilənin ailəsindən ondan başqa işləyən yoxdursa, ailənin üzvlərinə kim baxacaq? Onların taleyi necə olacaq? Müəyyənləşdirilibmi bu? Cavab yoxdur. Deməli, dəyərli müsəlman bacı və qardaşlarım, Elşad Miri fantastik şərhlərə, izahlara Quran-ı Kərimdə davam eləyir. Yəni, ağzına gələni danışır. Ərəb dilində olmayan qaydalar, zatlar danışır, nə gəldi? Fələq surəsinə baxırsan, وَمِنْ شَرِّ النَّفَّثَاتِ فِي الْعُقَدِ qaçışdırıb, töküb, heç aidiyyatı olmayan bir dənə tərcümə verib, orada məna belə həqiqi məna, düyünləri üfürən qadınların şərindən Allaha sığınıram. Adam deyir ki, sazişləri pozanların şərindən Allaha sığınıram. Siz niyə belə edir? Çünki sehri inkar edir deyənə məcbur da Allahın ayələrini də inkar edirsən. Yəni, bu adamın uslubudur ki, nəyi inkar edirsə, onun bütün dəlillərini də inkar etməkdir. Məcburdur, axı, təsəvvür edin. Adam məcburdur. Quranda bir mövzunu inkar edirsə, onun dəlilini necə ispat edə bilər? Nəfəsət, qadınları da orada, qadınların cəmi deyir ki, yox, pisliyi qatanlardır, sazişləri pozanlar. Saziş də nədir? Əl-oqad. Oqada deyir ki, aqdun sözünün cəmidir. Aqdun başqa şeydir. Ay ərəb dilindən bilməyən insan. Aqdun, uqudunun təkidir. Oqadun, oqdatunun cəmidir. Oqdatun, düyün, oqadun, düyünlər. Aqdun, saziş, uqudun, sazişlərdir. Aldadırsan insanları. Qabağında oturan qadın da jurnalist bilmir, dünyavi adam da o da. Çünki yəni görünür onun danışıqlarından, adam din adamı deyil. Sən də ağzını açıb gözümü aldadırsan onu. Sonra bir dənə fantastik başqa bir şey danışır Elşad Miri. Deməli, وَالسَّارِقُ وَالسَّارِقَةُ فَقْتَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَ نَكَالًا مِنَ اللّٰهِ الْآيَةِ. Bu ayədə də fantastik bir dənə istinbat çıxardır öz aləmində. Deməli, deyir ki, oğru kişi və oğru qadının əllərin kəsin demək deyil orada. Yəni, onlara oğurluqlarına mani olun deməkdir. Çünki əl başqa mənada gəlir zat. Çox uzatmaq istəmirəm. Burada da qaçışdırıb, töküb, yəni biabırçılıq, ərəb dilindən orta səviyyədə bilən adamlar bilir ki, orada məna nədir? Allah Teala deyir ki, fəqtə'u, kəsin, əydiyəhumə əllərini, cəzəən bimə kəsəbə, elədikləri əməlin cəzası olaraq, nəkələn minallah, Allahdan bir alçaldıcı olaraq, bu adam mənanı yozur. Və sonra özündən fantastik şeylər danışmaq davam edir. Deyir ki, Allah nə üçün belə desin? Əgər bir adamın əli kəsiləcəksə, ayağı kəsiləcəksə, yəni bu cür cəza veriləcəksə ona, Allah məyər zalımdır, məuzu billah, yəni onun əli kəsilsə, bəs onun qohum əqrəbəsi necə olacaq, ailəsi necə olacaq, sonra həyatı necə olacaq, o necə yiyəcək, necə içəcək, ailəsini kim dolandıracaq? Əqləni, Elşad əqlənidir, dəyərli qardaşlar. Bu adam ağılla düşünür. Ağılına gedir ancaq naqis ağlına, Quranın, sünnətin qarşısında naqis qalan ağılına gedir. Yaxşı, biz sənə özə sual veririk, Elşad Miri. Sənə verilişdə sual verirlər ki, İslamda edam cəzası var. Sən də deyirsən ki, bəli, cəza var. Əgər mən kimisə öldürmüşəmsə, yaxınını öldürmüşəmsə, məhkəmə qurulur və məni də öldürürlər qisas olaraq. Birinci sənə sual verir, o məhkəmə kimdir? Onu kim təyin eləyir? Sən sünnəti inkar edən adamsan. Məhkəməni necə təyin edirsən? Şəriət məhkəməsini, İslam məhkəməsini. Bundan da əlavə növbəti sual odur ki, yaxşı, bir nəfər bir nəfərin yaxınını öldürüb. Heç ədalətdəndirmi sənin dediyinlə yanaşsaq, onu öldürsünlər, bağışlasınlar da, onu öldürsələr, bəs ailəsi necə olacaq? Anası, atası, qardaşı, bacısı, onun yoldaşı, evlatları necə olacaq? Kim onları dolandıracaq? Sənin əl kəsilənin, əli kəsilmə məsələsində yanaşdığın yanaşma ilə sənin özü cavab verir. Əgər oğrunun əli kəsilsə, ailə uşağı ac qalırsa, sən bunu qəbul eləmirsən. Öldürülənin ailə uşağı tox qalacaq. Onda bunu da qəbul eləmə. Niyə deyirsən ki, edam var? Edamı da inkar elə. Bunu inkar elədiyinə görə onu da inkar eləməlisən. İnkar eləmirsənsə, onda sən zid danışırsan. Bunun ailə uşağını kim dolandıracaq? Onu da öldürməsinlər də. Onda Allah zalımdır, əuzu billah. Sənin dediyinə görə edam elətdirir kimisə, ailə uşağı qalacaq başlı başına. Ay zahil, bilmirsən. Qurandan, sünnətdən xəbərin yoxdur. Ziddiyyətlər belədir səndə. Lakin sənin qarşında oturan insanlar, hansı ki, onları sən seçirsən danışmaq üçün, bilirsən, bilmirlər, onları rahat aldada bilərsən, amma əhl-i sünnəti, Quranı, sünnəti bilən sələfləri nə ərəb dilində, nə əqidədə, nə fiqdə, nə usul-i fiqdə, nə qavaid-i fiqiyyədə, nə də heç bir məsələdə aldada bilməzsən. Allah Taala'nın izni ilə, çünki Allah Taala buyurur ki, "İn tettaqullaha yec'al lekum furqana." Əgər Allahdan qorxsanız, Allah sizə furqan,
haqqı batildən ayırt edən qabiliyyət verər. Səndə Allah qorxusu yoxdur. Allahın kitabını inkar edən birisində Allah qorxusundan söhbət gedə bilməz. Xüsusilə sən Allah qorxusunu inkar edən adamsan. Allahdan qorxmaq lazım deyildirsən. Allahın rəhmətinə ümid eləmək lazımdır. Əzabından niyə qorxursan ki? Niyə görə Allahla qorxuzursuz? Hətta balaca uşaqları. Buna görə nəbbi ibadi ənni ənəl qafurur rahim. Qullarıma xəbər ver ki, mən bağışlayan və rəhimliyəm. Və ənni azabi huvəl azabul əlim. Əzabım da şiddətli əzabdır. Möminlər buna görə Allahdan qorxurlar. Allah da onlara yəcəəlləkum furqanə, sizə haqqı batildən ayırt edən qabiliyyət verirəm deyib və verib. Ona görə sən haqq əhlinin qarşısında necə deyərlər atalarımız demiş ki, mıqq eləyə bilməzsən. Çünki səndə o cürət yoxdur Allahın izni ilə. Sən kimlərlə debata gedirsən, çıxırsan, danışırsan, o adamlarla ki, adamlar bilmirlər. Adamlar və ya əxlaqından, ədəbindən susurlar. Məsələn, bizim deputatımız Ceyhun müəllim Allahdan istəyir ki, Allah təala onun işlərini asanlaşdırsın, ona dövlətin ona verdiyi məsuliyyəti haqqı ilə yerinə yetirməkdə ona yardım etsin. Əlhamdülillah, dövlətimizin məmurudur. Əxlaqını qoruyaraq sənə çox gözəl qulaq asırdı, lakin sən ədəbsizlik eləyərək sən Ceyhun, sən yaxşı bilirsən, lakin səninlə debat eləyən qarşında olan o birisi insana isə sənə sən deyəndə ədəbsizliklə itham edirsən. Ədəbsizin ən böyüysən sən, hətta dövlətin məmuruna qarşı. Allah Taala'dan istəyir ki, Allah Taala bizim ölkəmizin əhlini belə insanların şərrindən qorusun. Bütün xeyirlər Allahdandır. Bilmək lazımdır ki, adam yuxuda nə görürsə, səhər onu danışır. Son olaraq deyim ki, xəbəriniz olsun, Quran-ı Kərimdə Zülqarneyn adı ki var, elə fikirləşir ki, uzun müddətdən sonra tapıb ki, sən demə Zülqarneyn Süleyman aleyhissalam imiş. Heç aidiyyəti yoxdur. Allah Teala buyurur ki, Kəhf surəsində yəsəlunəkə an Zülqarneyn qul səətlu aleykum minhu zikra. Səndən Zülqarneyn haqqında soruşurlar, de ki, ondan sizə xəbər verəcəm, danışacam. Adam deyir ki, uzun araşdırmalardan sonra baxdım, gördüm ki, sən demə Zülqarneyn Süleyman aleyhissalam imiş. Necə deyərlər, gözünün içinə qədər yalan danışırsan. Allah sənin şərrindən qorusun. Vəlhamdülillahi Rabbil ələmin.